Mən Rüstəmov Sakit Tərlanoğlu, Əsədli kəndində yaşayıram. 20 ildən çoxdur ki, biberçiliklə məşğulam. Pay torpaqları veriləndə bizə də lazım olan özümüzün ailəmizə uyğun pay torpağı verildi. Biz də fikirləşdik ki, torpağımızda nə əkək, nə bezərək. Fikirləşdim ki, mən özümün çox əkinçiliklə, yəni çox xoşlayıram əkinçiliyi. Ona görə fikirləşdim ki, elə biberçiliklə başlayaq biz. Torpaq özümüzün olduğumuz üçün biz yəni ki, öz ailəmizlə istəyirdik ki, qazancı bircə qazanaq biz. Çünki bazarda çox çətinliklərimiz olurdu bizim. Gedirdik, qayda bilmirdim. Həmin mən burada nəzarətçi idim. Həmin malı yığıb aparıb orada satan da mən idim. Gedirdim ora, burada nəzarətsiz qalırdı. Qalırdım burada, oradan mal satışını heç kimi deyə bilmirdi. Və yaxud da gedirdim, günlərlə bazarlarda yatıb qalırdım. Yəni o vəziyyətə gəlirdim ki, ümumiyyətlə deyirdim ki, görəsən bunu axıra harda qutaracaq. Bir qazananda iki itirirdi həmən vaxtları. Dövrlər pis dövrlər idi. Sonra bu əməkdaşlar gəldi kəndə. Maraqlandı ki, kim nə əkir, kim nə əkmir. Biz də dedik ki, biz də yaxınlaşdıq, dedik ki, biz biberçiliklə məşğuluq. Gəldilər, bizim sahəmizə baxdılar. Dedilər, sizlə əməkdaşlıq eləmək istəyirik, sizin malı qəbul eləmək istəyirik. Hal-hazırda bir dəqiqənin özü də, biz yəni ki, 10 il bundan qabaqdan başlamışıq. Bir dəqiqədə bizim işlərimiz çox qəşəng gedir, rahat gedir. Qazancımız çox yaxşıdır, çox razıyıq hər şeydən. Azərsunla əməkdaşlığa başlayandan sonra mənim güzaranım biraz da yaxşılaşdı. Sözün düzü əvvəllər vəziyyətim çox pis idi. Yəni həyətimdə heyvanım yox idi, bir dənə şeyim yox idi. Hal-hazırda həyətimdə iri buruncu heyvanım da var, qoyun quzum da var. Yəni ki, özümü idarə eləyə bilirəm də. Əkinçilikdə sevdiyim üçün mən əkinçilikdən uzaqlaşmaq istəmirəm. Ona görə də mən sizə çox minnətdarlığımı bildirirəm. Çox sağ olun. Hal-hazırda mənim bir 10-15 nəfər öz yəni ki, əmi oğlu, dayı, qızı, beləncə də qohum-əqrəbə yəni ki, işçilərim var. Mən istəyirəm ki, gələcəkdə bu işi mən genişləndirəm. Məhsulu artırmaq istəyirəm. Torpaq sahəsini biraz da artırmaq istəyirəm ki, bir əlavə 5-10 nəfərdə işçi götürmək istəyirəm ki, onların da dolanışığı yaxşı olsun, mənim də dolanışığım yaxşı olsun. Hal-hazırda mən çalışıram ki, mənim əkdiyim əkinin keyfiyyəti yaxşı olsun. Mən çalışacağam ki, ged-gedə elə bir məhsulları, təmiz malları mən qəbul elətdirim ki, zavod da mənlə fəxr eləsin. Mən fəxr edirəm ki, mənim əkdiyim əkini bütün Azərbaycanın bölgələrində bundan istifadə olunur. Azərbaycandan kənara da bu maldan çıxış olunur. Mən fəxr edirəm ki, gözəl bu əkinlərimlə cəmaatı ruhlandıra bilirəm. Bunların köməkliyini mən də sataram.